Salam əziz müəllimlər. Hər birinizə uğur arzu edirəm imtahana, sertifikasiya, MİQ imtahanına hazırlaşan bütün müəllimlərə. Bugün istəyirəm ümumi sınaq 1-i izah edək. Burada ümumi sınaq yazılsa da bu sualları keçən ilin MİQ qəbul suallarından yığılıb və sınaq kimi birləşdirmişəm. Çalışacağam həm təkrar eləyək, həm sualların cavablarında nələrə diqqət etməliyik, onlara baxaq ki, çünki bu il sertifikasiya suallarına baxdım. Demək olar ki, keçən ildəki formatdan kənara çıxılmayıb. İnteqrasiya tipli, situativ, inteqrativ tipli testlər daha çox gördük. Hansı ki, indi izah edəcəm. Bu testlərin də içində onlardan var. Taksonomiyası var, iş üsulu var. Qiymətləndirmə ilə bağlı mövzulara baxın, rəy məsələsinə baxın. Yəni, bildiyimiz mövzular. Bir daha qeyd edirəm. İnteqrasiya, taksonomiya, təfəkkür, rəy məsələsi, qiymətləndirmə məsələsi, xüsusilə formativ qiymətləndirmənin elementlərinə baxın. Ən əsası time test hələ MİQ-ə bir müddət qalıb. MİQ-ə hazırlaşan müəllimlərə tövsiyəm odur ki, time test vəsaitindəki inteqrativ tipli situasiya testlərinin 6-sını da işləyib imtahana o şəkildə gedin. İnanın, bir çox düşən suallar demək olar ki, suallar demirəm tam olaraq həmin sualdır, amma çox bənzəyir, mahiyyəti eyni olan testlər var idi, hansı ki, imtahana düşüb və dediyim kimi həmin o time test vəsaitindəki inteqrativ tipli testlərin də içərisində var. Belə, çox vaxt itirdik, testlərə keçək. Birinci sualdan başlayaq. Situasiya tipli testdir. Deyir ki, şagirdlərdən birinin ailəsində problem olduğundan təlim nailiyyətləri aşağı düşmüşdür. Bir dəqiqə. Təlim nailiyyətləri aşağı düşmüşdür. Başqa şagird bu problemi öyrənir, sinifdə gəlib hamıya danışır. Sinif yoldaşının bundan xoşu gəlmədiyini görsə də fikir vermir. Bu hərəkət sinifdə şagirdlər arasında problem yaradır. Bu situasiyanı düzəltmək üçün müəllimin atacağı hansı addım daha səmərəli olar? Bu kimi situativ testlərdə bir neçə bizə addım verilə bilər. Məsələn, bizə oxuyanda görə bilərik ki, hə də bu da doğru addımdır. Amma biz daha səmərəli olanı tapmalıyıq. Və onu da qeyd edeyim ki, daha səmərəli həll variantlarının içərisində bu kimi situasiyalarda müəllim şagird arasında problem, şagirdlərlə şagird arasında problem, şagirdin xoşa gəlməz davranışı və s. Bu zaman müəllimin ilk atacağı addım şagirdin özü ilə danışıb, özü ilə bu məsələ barəsində müzakirə aparıb, onda müəyyən dəyərlər inkişaf etdirmək, belə desək, başa salmaq. İlk növbədə özü ilə. Ən son hallarda, məsələn, bunları artıq edibsə və situasiyada bunların edildiyi qeyd edilirsə, ən son halda rəhbərlik və psixoloqa yönəltməyi seçə bilərik. Amma məsələn, buradakı kimi sinifdə belə bir xoşa gəlməz hal yaranır, şagirdlər arasında problem yaranır. Müəllim cavabların içərisində daha səmərəli tapa biləcəyimiz cavab şagirdin özü ilə müzakirəmiz. Bu nə üçün, niyə belə baş verdi, özü ilə refleksiya etmək, səbəbini aydınlaşdırmaq. Adı deyir ki, valideyn iclası çağırmalı. Ümumiyyətlə, bu kimi məsələlərdə valideyn iclası arzu olunmaz davranışdır və biz valideyn iclasını nə zaman çağıra bilərik? Ümumi sinif, belə deyək də, ümumi sinifi maraqlandıran bir məsələdirsə, bir tədbir varsa, siniflə bağlı ümumi bir müzakirə mövzusu varsa və yəni bu kimi hallardır. Amma bir şagirdin digər bir şagirdlə problemini digər bir şagird valideynlər nəyə görə bilməlidirlər, nəyə görə valideyn iclası çağırmalıyıq? A-nı çıxırıq. B-də deyir ki, yersiz söhbətlərə görə cəzalandırmalıdır. Cəza məsələsi ümumiyyətlə arzu olunmayan bir şeydir. Amma hər halda biz səmərəli həll yolu tapırıqsa, bu bizim cavabımız olmamalıdır. C-də deyir, müəllim şagirdlə bəli görüş keçirməli, şagirdin fəaliyyətini refleksiya etməli. Refleksiya etməli, yəni sən nə etdin, nə üçün belə etdin, özünə baxmaq kimi düşünə bilərik də biz bunu. Öz etdiklərinə nəzər yetirmək kimi deyə bilərik refleksiya etdirməni. Və sinifdə dəyərləri inkişaf etdirməlidir. Bəli, cavabımız C bəndi olacaq. D bəndində deyir ki, yerindəcə danlama məsələsini istəmirik, yəni götürə bilmərik. Bu kimi məsələlər bilirsiniz, metodikaya əks olan bir şeylərdir. Y bəndində avtoritar yanaşma nümayiş etdirməlidir. Bu da belə bir şey ola bilməz. Metodik qaydaya görə, metodik yanaşmaya görə bu kimi hallara yol verə bilmərik. C bəndi.
2-də deyir ki, kiçik bir mətn yazaraq romandakı əsas fikrə münasibət bildirin. Fikrə münasibət bildirmə, qiymətləndirmə, müzakirə etmə, bu kimi məsələlər bilirik ki, dəyərləndirmə mərhələsidir. Sadəcə olaraq suallarda bir dənə diqqət yetirin. Əgər mən hər hansısa bir mətnə, romana, nə bilim, hekayəyə və s. öz fikrimi, öz münasibətimi bildirirəmsə, bu dəyərləndirmədir. Yox, əgər yazıçının hər hansısa bir əsərdəki filan obraza olan münasibətini aydınlaşdırmalıyam ki, necədir bu əsərdə bu yazıçının filan obrazı olan münasibətini deyə bilər ki, aydınlaşdırın və münasibət bildirin. Bu zaman artıq təhlil etmək mərhələsi götürürük. Bu iki məqamı qarışdırmayaq. Amma buradakı əsas fikrə münasibət bildirmə məsələsi müəllimin, üzr istəyirəm, şagirdin öz şəxsi düşüncəsidir, öz münasibətidir, öz fikridir. Bu baxımdan dəyərləndirmə mərhələsi olacaq. 3-də cədvələ əsasən, bir dəqiqə. Cədvələ əsasən uyğunluq müəyyən edirik. Doğrudan doğru, yanlışdan yanlış. İmtahanda qarışdırmayın bu hissəni. Yuxarıda uyğunsuzluq da yaza bilər, uyğunluq da yaza bilər. Birinci onu aydınlaşdırın özünüz üçün. Məsələn, bizdə uyğunluq istəyir deyə biz doğrunun altında doğru fikirləri, yanlışın altında yanlış fikirləri götürəcəyik. Uyğunsuzluq istəsəydi doğrunun altında yanlış fikirlər, yanlışın altında isə doğru fikirləri götürəcəkdik. Bir də deyir ki, təlim nəticələrinin fəaliyyət hissəsi şagirdin fəaliyyətini əks etdirməli və ölçülə bilən olmalıdır. Bəli, təlim məqsədi kim üçün qoyulur? Uşaq üçün qoyulur, şagird üçün qoyulur, şagirdin fəaliyyətini əks etdirmək üçün qoyulur və ölçülə bilən olmalıdır, spesifik olmalıdır, vaxt nəzərə alınmalıdır burada, resursların nəzərə alınmalıdır burada, qiymətləndirilə bilən olmalıdır, smart abreviaturasını yadımıza salaq. Ona görə də bir doğru, tamamilə doğru cavab. 2-də deyir ki, özünü qiymətləndirilmənin aparılması şagirdə metakognitiv bacarıq. Özünü qiymətləndirmə onsuz da bilirik də bərabərdir metakognitiv bacarıqlar. Şagirdin özü ilə bağlı bütün düşüncələri qiymətləndirməsi metakognitivdir. 2-də doğrudur. 3-də deyir ki, diferensiallaşma müxtəlif tip intellekt və şəxsiyyət tipinə. Bəli, diferensiallaşma bu arada tez-tez deyirəm ki, video çox uzun olmasın. Diferensiallaşmanın zaten məqsədi ondan ibarətdir ki, müxtəlif tip intellekt və şəxsiyyət tipinə malik şagirdləri nəzərə alasan. Hərəsinin öz marağını, hərəsinin öz potensialını nəzərə alasan. Bu baxımdan bu tamamilə doğru bir cavabdır, amma yanlışın altında deyə götürə bilmirəm. Problem əldə etmə bacarığı hər kəsdə inkişaf etdirilməlidir. Çünki bu həyati bacarıq istənilən sahədə çox vacibdir. Bu da Time-da bir əzbər olan bir cümlədir. Tez-tez qarşımıza çıxır. Bəli, problem əldə etmə bacarığı hamıya lazımdır. Çünki həyati bacarıqdır. Bu da doğrudur. Amma yanlışın altında deyə götürə bilmirəm. Deməlidir. Bir dəqiqə. Sualların digər qismi biraz qarışıq düşür. 4. Şagirdlər imlada bəzi yazılışı çətin olan sözləri yazmaqda çətinlik çəkirlər. Müəllim onlara kömək etməyə çalışır. Bu zaman müəllimin atdığı hansı addım doğru hesab olunmur? Müəllimin kömək etməsi, yazı yazmaqda bunların hamısı bilirsiniz ki, scaffoldingdir. Müəllimin fasilitasiya bacarığından xəbər verən addımlardır. Kömək məsələsi. Burada da cavablarımız ancaq nə ola bilər bizim? Düzgün istiqamət, düzgün yönləndirmək, nümunə vermək, bunların hamısı scaffoldingə, fasilitasiyaya aid olan ifadələrdir. Biz indi hesab olunmuru tapmalıyıq. Baxın, A-da deyir, orfoqrafiya lüğətindən istifadəyə icazə verməz. Bəli, get lüğətdə istiqamət verir də ona, get lüğətdə aç, bax, gör. A doğrudur. B-də deyir, sözlərin yazılışını xatırlamaq üçün nümunə vermə. Bəli, nümunə vermə. C-də deyir, sözlərin orfoqrafiya qaydalarını xatırlatması, yadına salmağım, nümunə verməyim, hansısa bir fəaliyyətə onu sövq etməyim. Bunların hamısı doğru addımlardır. Fasilitasiya üçün doğru addımlardır. Y-bəndində deyir ki, sözlərin düzgün yazılış formaları lövhədə yazmaq. Bu birbaşa prosesi, fəaliyyəti şagirdin yerinə özünün etməyindir. Bu isə artıq scaffolding deyil. Birbaşa özün edirsənsə, özün yazırsansa, onun yerinə, onun sualına birbaşa özün cavab verirsənsə, bunlar yanlışdır. Bunlar scaffolding fəaliyyəti deyil. Ona görə də cavabımız Y-bəndə olacaq. 5-də deyir ki, müəllim bu il yeni sinifə daxil olacaq. O, dərs ilinin başlanmağına bir neçə gün qalmış, valideynlərə məktub göndərərək özü və gələcək təlim prosesi haqqında onlara məlumat verir. Bir sözlü müəllim, bu müəllim-şagird münasibətləri mövzusu var, keçmiş epizod barədə. Müəllim dərs ilinin əvvəlində və yaxud məktəbə yeni qəbul olubsa, sinifə təzə daxil olursa,
Bu zaman nələr etməlidir? Bu kimi məsələlər tanışlıq, məktub göndərmək, tanışlıq məktubu, e-mail və s. Yəni uzatmaq istəmirəm. Amma bir sözlə bu valideynlərlə effektiv münasibət yaratmaq üçün edilən addımlardır. C bəndi. 6-da deyir ki, çox getdim. Müəllim dərsin izahından sonra şagirdlərin mövzu ilə bağlı sual-cavab edir. Əla. Prosesdə aydın olur ki, şagirdlərdən biri mövzudakı bəzi məqamları anlamayıb. Bu arada dərsin izahından sonra məsələsi bizi hara aparır? Bizi formativ qiymətlə izah eləyirsən, sonra sual-cavab eləyirsən. Bu nə prosesidir? Bu formativ qiymətləndirmə prosesidir. Ki, refleksiya eləyirsən də və yaxud refleksiya prosesidir. Görəsən ki, izah etdin, nə dərəcədə anladılar, nə dərəcədə anlamadılar. Deyir, prosesdə aydın olur ki, şagirdlərdən biri mövzudakı bəzi məqamları anlamayıb. Müəllim şagirdin anlamaqda çətin çəkdiyi məqamları tapıb, ona bu məqamların üzərində işləmək üçün istiqamət verir. Yəni, müəllim normal bir dərs prosesi təşkil edir, sual-cavab zamanı görür çətinliklər var, çətin məqamları aşkara çıxarır, üzərində işləmək üçün istiqamət verir. Deməli, müəllim neynir? Müəllim səmərəli bir formativ qiymətləndirmə aparır. A-da deyir, situasiyadan aydın olur ki, müəllim xeyr, səmərəli izah edib, görürük ki, izah edir, sual-cavab eləyir. Ümumiyyətlə, situasiyamızdakı problem müəllimin dərsinin izahı ilə bağlı deyil. B-də deyir, situasiya göstərir ki, müəllim dərsi planlaşdırmayıb. Xeyr. Buna aid bir ifadəmiz yoxdur. C-də deyir, bu proses formativ qiymətləndirmənin, bəli, səmərəli apardığını göstərir. Bu, dərsin izahından sonra məsələsi formativ qiymətləndirməyə aid bir prosesdir. Refleksiya və formativ qiymətləndirməyə aid bir prosesdir. D-də də deyir, bu proses müəllimin təlim nəticələrini əvvəlcədən şagirdə bildirdiyini. Bəli, təlim nəticəsi əslində uşağa əvvəlcədən bildirilməlidir. Amma bizim situasiyamızda uzlaşan cavabımız bu deyil. 7-də də deyir, proses müəllim mövzu ilə bağlı biliklərinin yüksək olduğunu göstərir. Bu da əlaqəsiz bir cavabdır. 7. 7-də deyir ki, X sinfində dərsə gecikən şagird sinfə daxil olur, sakitcə yerinə keçir. Y sinfində isə dərsə gecikən şagird qapının ağzında dayanır və müəllimin ona icazə verməsini gözləyir. Biz sinif idarə etməsi mövzusunda qayda və prosedurlarla tanış olan zaman demişdik ki, müəllimin qayda ilə, prosedurla bağlı iki cür yanaşması olur. Yəni, sinif idarə etməsində iki cür yanaşma var. Reaktiv yanaşma var, bir də proaktiv yanaşma var. Proaktiv yanaşma öncədən planı, proqramı, qaydası, qanunu, proseduru olan hazırlıqlı müəllim deyək biz buna. Reaktiv yanaşan bir müəllim isə yersiz reaksiyalar göstərən bir müəllimdir. İndi X sinfində şagird daxil olur, gecikib daxil olur, sakitcə yerinə keçir. Çünki bilir ki, sinifə gecikən zaman nə edirik? Bununla bağlı qayda var, sakitcə yerimizə keçirik. Y sinfində isə bu müəllimənin qaydası, qanunu yoxdur, hələ 2 saat onu qapının ağzında gözlədir, icazə vermir, dərs pozulur və s. Ona görə də cavablarımızın içərisində X sinfində dərs keçən müəllim haqqında deyəcəyik ki, bu müəllim proaktiv yanaşır, Y sinfində dərs keçən müəllim isə reaktiv yanaşır. Bu isə Y bəndindədir. A-da məsələn, ümumiyyətlə, hər iki sinif, hər iki müəllim məsələsindən olanları silirik, çünki fərqli yanaşmalardır. D-də də tərsinə verilib, X-də deyir, müəllim əvvəlcədən planı yoxdur, Y-də deyir, var. Bir sözlə cavab Y-dəndir. 8-də deyir ki, situasiyadır. Bu situasiyalarda diqqətli olun. Hərədə ən az 2 dənə situasiya olur. Söhbət imtahandan gedir, 4 dənə, 3 dənə, 4 dənə taksonomiya olur. Ona görə bu suallarda maksimum dərəcədə diqqətli olaq. Deyir, qrup işi zamanı iki şagird arasında anlaşılmazlıq yaranır. Müəllim səbəbi soruşanda şagirdlərdən biri bildirir ki, şagird onun sözünü kəsir, fikrini ifadə etməyə imkan vermir. İki şagird arasında anlaşılmazlıq var. Müəllim səbəbini soruşur, şagird də deyir, o mənim sözümü kəsir, fikrimi ifadə etməyə imkan vermir. Digər də bildirir ki, sinif yoldaşı onun fikirlərinə hörmətlə yanaşmır, bu da onu motivasiyadan salır. Sinifdə deyir, sosial-emosional öyrənmənin prinsipləri necə tətbiq edərdiniz? Sosial-emosional öyrənmənin bəzi prinsipləri var idi ki, şagirdin özünü dərkini təmin etmək lazımdır, özünü idarə etməsini təmin etmək lazımdır, empatiya hissi formalaşdırmaq lazımdır, başqaları ilə münasibətini idarə etməsini yoluna qoymaq lazımdır. Biz də problemin həlli üçün görürük ki, burada biri digərinə hörmətlə yanaşmır, biri digərinin fikrini ifadə etməyə imkan vermir.
Biri digərini motivasiyadan salır. Görürük ki, aralarında empatiya yoxdur. Biri digərini başa düşmə məsələsi yoxdur. Cavablarımızın içərisində empatiyaya aid bir fikir səsləndirməliyik, götürməliyik. Bu problemi bu şəkildə həll etməliyik. Adı deyir, şagirdlər öz hisslərini ifadə etməlidir. Burada uşağın öz hissindən xəbərdar olub olmama ilə bağlı bir məsələ yoxdur ki, deyək, öz hissini ifadə etməyə təşviq etmirik. A-nı götürə bilmirik. B-də deyir ki, bütün qrupla fəal dinləmə bacarıqlarını inkişaf etdirən müzakirə mühiti yaratmaq və şagirdləri konfliktləmək. Burada bütün qrupla belə deyək də, müzakirə zamanı axı bizim bir problemimiz yoxdur və yaxud bir konfliktimiz yoxdur. Sadəcə olaraq bir şagird digərini başa düşmür, qrup işi zamanı ikisinin arasında anlaşılmazlıq yaranır. Ona görə də biz nə edə bilərik? C-də deyir, hər iki şagirdə fərdi yanaşaraq onların sosial-emosional tələbinə uyğun həll yolu təklif etmək, emosiyaların idarə olunması yollarını öyrətmək, empatiya. Emosiyanın idarə olunması yolunu öyrətmək özünü idarə etmə komponentidir. İstəyirəm, özünü idarə etmə komponentidir. Burada isə şagirdlərin özünü idarə etməsi, nə bilim, aqressiv davranışı, nəsə fiziki və belə bir şey yoxdur. Yenə də deyirəm, cavablarımızda ən səmərəli həll şagirdləri empatiya qurmağa sövq etməkdir. Bəli, C bəndində empatiya qurmaq var, amma C-də nə pozur? Fərdi yanaşma, emosiyanın idarə olunma yolunu öyrətmək. Burada uşaqlar emosiyalarını idarə edə bilirlər. Biri-birlərinə görürsüz, sahib, belə deyək də, əlavə bir qeyri-etik ifadə yoxdur və yaxud fiziki nəsə təmas yoxdur. Belə şeylər yoxdur. Sadəcə biri-birinin fikrinə hörmətlə yanaşmırlar. Ona görə də biz C-ni ən düzgün bir problem həlli kimi götürə bilmərik. D-yə baxaq. Hər iki şagirdə öz emosiyalarını və fikrini ifadə etməyə, empatiya qurmağa şərait yaratmaq, bəli. Şagirdlərə problemin həlli üçün hər iki tərəfin marağında olan qərarın qəbul edilməsi. Məsələn, burada fərdi yanaşaraq hərəsinə ayırıb. Burada deyir ki, hər iki tərəfin marağında qərarın qəbul edilməsinə uyğun variant olduğunu göstərmək. Bu kimi testlərdə 2 dənə aldadıcı cavab qoyulacaq sizə. Məsələn, C ilə D kimi. Hər ikisini diqqətli oxuyun, dəfələrlə oxuyun. Ortaq bir, hər ikisi üçün, hər ikisinin ortaq marağı olan, hər iki tərəfin marağında olan qərarın qəbul edilməsi, empatiya məsələsi. Yəni, dediyim kimi, ən optimal variant hansıdırsa onu götürün. 7 də deyir, hər iki şagird arasında yaranmış konflikti öyrənmə situasiyası kimi istifadə etmək, konfliktlərin qarşısını almaq. Xeyr, tutaq ki, konflikt yaranıbsa, bunu öyrənməyə bir vasitə kimi götürə bilmərik də. Bu tamamilə yanlış bir şeydir. 9-da uyğunluq istəyir, yenə də doğrudan doğru, yanlışdan yanlış. İdraki fəaliyyətin inkişafı şagirddə problemin həllinə müxtəlif mövqedən yanaşma bacarığı inkişaf etdirir. Bəli, idraki fəaliyyət nə deməkdir? Uşaqda hatırlama, anlama, tətbiq, təhlil, dəyərləndirmə, yaratma mərhələlərini inkişaf etdirmək. İdraki fəaliyyətini inkişaf etdirəndə bir problemə müxtəlif mövqelərdən yanaşma bacarığı inkişaf etdirilir. Doğrudur. Bir doğrudur. 2-də deyir, layihə üsulunun tətbiqindəki məqsədlə layihə əsaslı təlim, layihə üsulu başqa bir şeydir. Layihə əsaslı təlim başqa bir şeydir. Bundan əlavə bu cümlə, məsələn, o mövzunu açıb baxa bilərsiniz. Layihə əsaslı təlim mövzusunun içərisindədir. Bu cümlə olaraq orada verilib. Layihə üsulu ilə layihə əsaslı təlim eyni şey demək deyil. O izah etsəm vaxtımızdan çox gedəcək, amma o hissəyə baxmanızı tövsiyə edirəm. Burada isə eynidir yazılıb. Bu yanlış bir şeydir. Yəni, 2-ni götürmürük. 3-də deyir, metakognitiv biliyin formalaşdırılması emosional intellekti inkişaf etdirir. Bu doğru bir şeydir, bəli. Özünü refleksiya məsələsidir. Emosional intellektdə belə bir şeydir. Özünü dərk, özünü idarə etmə, empatiya, yəni metakognitiv biliklə emosional intellekt birbaşa sıx bağlıdır. Bu doğrudur, amma yanlışın altındadır deyə götürə bilmirəm. 4-də də deyir, psixomotor taksonomiya ilə idraki taksonomiya arasında bağlılıq yoxdur. Ümumiyyətlə belə bir şey var ki, taksonomiyanın həm idrak, həm psixomotor, həm affektiv sahəsi hər biri ilə bağlıdır, biri ilə əlaqəlidir. Belə. Ona görə də bu yanlış bir cavabdır. 4-ü götürürük. 1, 4. Onda deyir ki, şagird dərsə maraq göstərmir, tapşırıqları yarımçıq yerinə yetirir, sinifdə intizamsızlıq edir. Müəllim
müxtəlif fəaliyyətlərlə onu öyrənmə prosesinə cəlb etməyə çalışır. Bu situasiyada müəllimin istifadə etdiyi hansı strategiya yanlışdır deyir. A-da deyir, şagirdin fərqli qabiliyyətləri və öyrənmə üslublarına malik olduğunu qəbul etmək və ona uyğun. Bəli, uşaqlar fərqli qabiliyyətləri var, fərqli öyrənmə üslubları var. Əgər maraq göstərmirsə, onun maraq və potensialına uyğun tapşırıqlarla onu dərsə cəlb etməliyəm. Ona görə A doğru bir cavabdır, amma yanlış axtarmalıyıq biz burada. B-də deyir ki, şagird müxtəlif layihələrdə yoldaşları ilə əməkdaşlıq və birgə öyrənmə fəaliyyətinə təşviq etmək olar. Yenə də doğrudur. Nəyəsə təşviq etmək, birgə öyrənmək, həvəsləndirmə xarakterli. C-də deyir ki, öyrənmə fəaliyyətinə qurarkən yalnız deyir şagirdi maraqlandıran mövzulara üstünlük vermək. Tutalım ki, uşağı maraqlandıran bir dənə mövzu var. Nə bilim, bu uşaq elə ancaq hər gün eyni mövzunu keçmək istəyir. Hər gün eyni mövzunu istəyir izah edək. Belə bir şey ola bilər? Yox. Ümumiyyətlə, bu yalnız ifadəsini həmişə deyirəm ki, bu ifadə testlərdə 99% hallarda diqqətli olun. Yanlış bir şeydir. Çünki deyə bilərsiniz, niyə? Çünki metodika, kurikulum çərçivələnməyib, dəyişkəndir. Yəni, yalnız belə edə bilərik deyə bir şey yoxdur. Subyekt formatındadır. Yəni, hər iki tərəfi maraqlandıran mövzular olmalıdır. 11-də deyir ki, inteqrasiya ilə bağlı mövzudur. Telefon şirkətlərindən biri aylıq 10 manat ödəməklə danışığın bir dəqiqəsinin qiymətini 3 qəpikdən hesablayır. Adi halda danışığın bir dəqiqəsinin qiyməti 6 qəpik olur. Bir nəfər ay ərzində ən az neçə dəqiqə danışsa, təklif sərfəli hesab edilə bilər. Görürük ki, bunu hər hansısa bir fəndən deyil. Nə bu cümləmizin içərisində, situasiyamızın içərisində nə bir fənnə, başqa bir fənnə inteqrasiya yoxdur ki, deyək, burada belə bir şeydir, başqa bir fəndən misal gətirilib, o ilə əlaqələndirilib. Nə mövzunun içərisində, nə bilim, bir mövzu, aşağı siniflərdəki bir mövzu ilə əlaqələndirir. Sırf həyatdan götürülən bir situasiyadır bu. Fənüstü inteqrasiya nə idi? Həyatla əlaqələndirilməkdir, düzdürmü? Ona görə də biz burada fənlər arasıdır, fən daxilidir. Hansı fən var ki, burada fən daxil? Fənin daxilində nə ilə inteqrasiya edilib? Heç bir. İki mövzu yoxdur, iki məzmun xəttinə aid ayrı-ayrı mövzular yoxdur. Yenə də deyirəm, siniflər arası inteqrasiya yoxdur ki, götürək fən daxilini və yaxud fənlər arasını da götürə bilmirəm. Məsələn, deyə bilərsiniz, burada rəqəmlər və s. Tutalım ki, riyazi hesablama lazımdır bura, amma riyaziyyata heç nə ilə burada inteqrasiya etmirəm. Yalnız həyatda tətbiq edirəm. Onu öyrəndiyim, yəni riyazi biliklərimi yalnız həyatda tətbiq edirəm. Bu da yalnız fən üstü inteqrasiya olacaq. 12. Yenə situativdir. Universitetə hazırlaşan 11-ci sinif şagirdi hər gün çantasında onsuz da sən heç nəyə nail ola bilməyəcəksən cümləsi ilə yazılmış vərəq tapır. Bu hal dəfələrlə təkrarlanır. Məlum olur ki, bunu şagirdin ən yaxın rəfiqəsi edirmiş. Yazını da zarafat olsun deyə yazırmış. Baxın, bu bir bullying halıdır və bullyingi keçən zaman demişdik ki, orada düşünülmüş və düşünülməmiş bullying halları var idi. Məsələn, bu düşünülməmiş bir bullying halıdır və şagirdin psixologiyasında bir problem olduğunu, biz burada cəza vermək, nə bilim, gedib məktəb rəhbərliyinə demək, ailə ilə danışmaq, bunlardan qabaq ən effektiv məsələ nədir? Bunu deməliyik. Bu kimi hallarda yenə də deyirəm, tez direktora demək, rəhbərliyə demək, valideynlərə bunları qaçmayın, bu kimi cavablara qaçmayın. Ən optimal, ən effektiv məsələ ya şagirdin özü ilə danışmaq, araşdırmaq, səbəbini müzakirə etmək, digər bir addım isə onu psixoloqa yönəltmək ola bilər. İndi baxaq, A-da deyir ki, müəllim bullying edəni həmin dəqiqə cəzalandırmanın üzərindən bir xətt çəkirik, heç uzatmıram. B-də deyir, müəllim bullying edənlə söhbət edib, bu hərəkətin səbəbini araşdırmağa çalışmalı, bəli, onu psixoloqa yönəltməlidir. Bayaq da dediyimiz kimi. C-də deyir, bullying edənə qarşı eyni hərəkət nümayiş etdirmək. Bu o deməkdir ki, yəni, o sən eləyib, get sən də onu elə. Bu yanlış bir şeydir. D-də deyir, müəllim ümumi iclas çağırmalı. Qətiyyən bu kimi hallarda ümumi iclası dəstəkləmirik. Y-də bullying edən ailəsi ilə danışmaq, sinifdən uzaqlaşdırmaq bu kimi hallar tamamilə yanlışdır. Cavab B. 15-də deyir ki, səncə Benjamin Franklin niyə bu qədər məşhurdur? Fikrini əsaslandır. Baxın, fikrini əsaslandırma məsələsini biz bu il öyrəndik ki, həm dəyərləndirmədə, həm də təhlil etmə mərhələsində görəcəyik. Burada
Fərqləndirməni necə edəcəyik? Baxın, əgər bayaqda dediyim kimi, bu mənim şəxsi düşüncəmdirsə, məsələn, mən deyirəm ki, mən 60 plus yaş olan müəllimlərin sertifikasiyaya cəlb edilməsini doğru hesab etmirəm. Siz deyirsiniz ki, yox, onlar da, məsələn, bu sizin öz fikirləriniz olacaq, bu da mənim öz fikirlərim olacaq. Mən öz fikirlərimi belə deyəcəm, belə əsaslandıracağam. Siz də öz fikirlərinizi başqa cür deyib, başqa cür əsaslandıracaqsınız. Bu dəyərləndirmə mərhələsidir. Və yaxud deyirəm ki, mən bu il filan ölkəyə səyahət eləmək istəyirəm. Sual verirsiniz ki, niyə? De və səbəbini fikrini əsaslandır. Mən öz düşüncələrimi deyəcəm ki, buna görə, filan səbəbə görə öz fikirlərimi əsaslandıracağam. Bu dəyərləndirmə mərhələsidir. Biri də var ki, Benjamin Franklin bir alimdir, düzdür, məşhurdur da. Yəni, bunu mən məşhur etməmişəm, sən etməmsən, mənə görə məşhur deyil, sənə görə məşhur deyil. Bu, ümumi, belə deyək də, müəyyən hansısa bir cəhətlərinə görə məşhur olan bir insandır, düzdür. Bu bir faktdır, onun məşhurluğu bir faktdır. Mən də bir fakta münasibət bildirib fikrimi əsaslandırıramsa, bu təhlil etmək olacaq. Yenə də deyirəm, bir faktdan, bir alimin sitatı ola bilər, bir deyimi ola bilər, dərsdə oxuduğumuz bir mövzu ola bilər, bir qayda ola bilər, qanun ola bilər və s. Dərsdə öyrəndiyimiz bir məlumat ola bilər. Buradan əgər fikirlər səsləndirib fikrimi əsaslandırıramsa, bu təhlil etmək mərhələsidir. A bəndi. 18. Bu arada biz 13-cü sualı unutdum, bağışlayın. Müəllim şagirdləri enerji mənbələri mövzusu üzrə əsas anlayışlar yazmağı və həmin anlayışlar qruplaşdıraraq əlaqələndirmə tapşırır. Bu fəaliyyət gələcəkdə onları məntiqi sxem qurmaq, təhqiqat hazırlamaq və layihə icrasında kömək edəcək. Əlaqələndirmə aparmaq, xüsusən də bunu sxemlə əlaqələndirmək. Bu hardaydı? Bu klasterdəydi, düzdür? Əsas anlayışı yazırdım, məsələn, ismi yazırdım, isimlə bağlı əlaqələndirmələr edirdim və bunu sxematik şəkildə edirdim. Bu klasterdəydi. Karusel yoldaş qiymətləndirilməsidir. Freyr modeli söz oyunuydu, yəni bir söz haqqında çoxlu məlumat əldə etmək üçün, müxtəlif məlumatlar əldə etmək üçün edilən bir iş üsuluydu. Insert qeyd etmə sistemidir. Layihə də informasiyanın əldə edilməsi, araşdırılması, tapılması və s. layihə üsulu. A bəndi. İndi qayıdıram 18-ə. Rəy məsələsidir, rəydə də diqqətli olun, hər il sual düşür. Hansı rəy konstruktivdir? Konstruktiv rəyə aid olan məsələləri bilirik biz, müsbət olmalıdır, şagirdin idraki fəaliyyətinə verilməlidir. Digər bir məsələ, keçmişə yönəlik yox, gələcəyə yönəlik olmalıdır, emosiyalara yönəlik olmamalıdır, idraki fəaliyyətə yönəlik olmalıdır. A-da deyir ki, hesablamaların doğrudur, məsələnin şərtini oxuyarkən bütün verilənləri özündə qeyd etsən, hər zaman unutduğun heç nə qalmayacaq. Mən burada bir yanlış bir şey görmürəm. Mənə görə bu konstruktiv rəydir, amma digərlərini də oxuyaq. Yəni, şagirdin idraki fəaliyyətinə verilib, nəyi edə bilər, nəyi etməlidir, nəyi etməyinə ehtiyac var. B. Yazında maraqlı fikirlər olsa da, əvvəlcədən sizə təqdim olunan rubrikin birinci meyarına cavab vermir. Biz axı dedik ki, negativ məsələlər olmamalıdır. Olsa belə, burada bəzi əməllər çaşdırırlar. Vermir deyirəm, burada bitirirəmsə, bu rəy dekonstruktivdir, yəni yanlış bir rəydir. Əgər cavab vermir deyib, ondan sonra bəs nə etsə yaxşı olar, istiqamət verirsə müəllim, bu konstruktiv rəy sayılardı. Amma burada cavab vermir deyib fikri sonlandırır və sonradan heç bir istiqamət, yön göstərmirsə, bu konstruktiv rəy ola bilməz. C-də deyir, səhv cavablarının sayı düz cavablarının sayından çoxdur. Əsasən də mətnlə bağlı suallarda çox ciddi səhvim var. Səhv məsələsi, diqqətli ol. Bu uşağa heç bir istiqamət vermədi, yön göstərmədi. Demədi ki, belə etməsən, belə etsən daha yaxşı olar. Yəni, bu natamam bir rəydir. C-də yanlışdır. D-də deyir, müzakirədə fikirlərini aydın ifadə etdin, əla, amma yoldaşlarına danışmağa fürsət vermirsən, yenə də belə olmaz, negativ fikirlər. Negativdən sonra da heç bir istiqamət vermir, yanlışdır. Y-də də deyir, əşyanı səliqəli düzəltmirsən, amma bəzi hissələrdə parçaları düzgün birləşdirməmişsən, etməmişsən,
etməmişdin, keçmişə yönəliklər, buradakı kimi birləşdirməmisən, etməmisən, demişdim. Bunların hamısının sonluğu özünüz görürsünüz ki, bu keçmişə yönəlik bir rəydir. Keçmişdə etdiklərdir. Bizim rəyimiz gələcəyə yönəlik olmalıdır. Elə A bəndidir. 19-da deyir ki, müəllim sinifdə şagirdlərlə birlikdə öyrənmə fəaliyyəti təşkil edir, araşdırmalar aparırlar və proses zamanı çətinliklərini və uğursuzluqlarını onlarla müzakirə edir. Əla. Müəllimin fəaliyyəti haqqında deyilənlərdən hansı yanlışdır? Müəllimin atdığı bütün addımlar doğrudur, biz yanlış axtaracağıq. Müəllim şagirdlərə göstərmək istəyir ki, insan daimi öyrənməli, özünü inkişaf etdirməlidir. Bəli, birlikdə öyrənmə fəaliyyəti ona görə təşkil eləyir ki, bunu uşaqlara başa salsın. B-də deyir ki, müəllim bu arada yanlış tapırıq. B-də deyir ki, müəllim şagirdlər üçün rol model olmaq istəyir. Bəli, şagird öyrənməyə açıq olsun. Birlikdə öyrənmə fəaliyyəti varsa, bəli, rol model olmaq istəyir. C-də deyir ki, müəllim şagirdlərdə inkişafa açıq düşüncə tərzi formalaşdırır. Bəli, uğuru, uğursuzluğu onlarla müzakirə edirsənsə, bilirik onsuz da açıq düşüncə, qapalı düşüncə nədir? Doğrudur C-də. D-də deyir ki, müəllim şagirdlərdə hər işdə yaradıcı yanaşmanın nə qədər vacib olduğunu nümayiş etdirir. Bu axı bizim situasiyamıza uyğunlaşmır. Yaradıcı yanaşma ilə bağlı müzakirənin məqsədi o deyil. 7 də deyir, müəllim şagirdlərdə öyrənmək üçün müzakirənin əhəmiyyətini nümayiş etdirmək istəyir. Bəli, müzakirə məsələsi. Cavab D bəndi. Və nəhayət 20-ci sual. Şagird dərsdə tez-tez əsəbləşir, xırda səbəblərlə qıcıqlanır və yoldaşlarına qarşı aqressiv davranır. Müəllim vəziyyəti müşahidə etdikdən sonra onunla fərdi söhbət aparır və belə bir sual verir. Əgər sənə qarşı eyni şəkildə kobud davransalar, özünü necə hiss edərsən? Yenə də emosional intellekt nəzəriyyəsinə nəzər salırıq ki, özünü başqasının yerinə qoymaq məsələsi. Hardaydı bu? Bu empatiyadaydı. Empatiya axtaracağıq. Təsəvvür et ki, sənə qarşı belə davranırlar. A-da deyir, davranışı qiymətləndir. Cəza məsələsini silirik. B-də deyir, emosional intellekti inkişaf etdirmək və empatiya. Bəli, empatiya bacarığı formalaşdırmaq. C-də deyir, şagirdin daxili motivasiyasını artıraraq dərsə marağını yüksəltmək. Daxili motivasiyası ilə bağlı bir problem yoxdur şagirddə. D-də deyir, şagirdin sosial münasibətini müşahidə edib sinifdən uzaqlaşdırmaq edə bilmərik. Y-də şagirdin akademik fəaliyyətini müşahidə edərək, məsələmiz akademik fəaliyyətlə deyil, şagirdin sosial mühitdə, yoldaşları ilə bağlı olan problemindədir. Cavab B bəndi.